Hey gözəl insanlar, bir daha salam. Deməli, 41 dənə quizdir. Bağlayıcılarla zaman uzlaşması əsasən when'dir, if'dir. Nə bilim, nə var burada başqa? Since var, by the time var, while var, before var, after var və s. və ilə. Bağlayıcımız when'dir. Okay. Bu bağlayıcının cümləsi gələcək zaman olmaz. Won't, will'in inkarıdır. Yadda saxlayın. Keçmişlə gələcək uzlaşmır. İndi ilə gələcək uzlaşar. Keçmişdən indi uzlaşmır. Həm də biz nə dedik? Have, has olan testlər hamısı səhvdir. Hətta dedik gələcəklə gələcəkdə nə eləsin? Uzlaşmasın. Cavab nə oldu burada? D variantı. Bağlayıcımız before'dur. Keçmişlə gələcək uzlaşmır. Keçmişlə indi uzlaşmır. Gələcəklə gələcək uzlaşmır. D və E variantı arasına qalarsınız. He, buna da fikir verəcəksiniz imtihanda. Üçüncü şəxsin təkində fiil mütləq şəkildə S, qəbul eləməlidir arkadaşlar. Yaddasan, yoxsa indi orası okeydir. Before'dan sonra gələcək, bitmiş, gələcək gəlmir. Yenə D, E arasına qalarsan. İndi gələcək uzlaşır. İndi uzlaşır. Amma S olmadığına görə üçüncü şəxsin təkində E variantı səhvdir. Qalır nə? D. When'dən sonra gələcək gəlmir. İndi ilə keçmiş uzlaşmır. C variantı, D variantı okey gəlir. Amma Mary üçüncü şəxsin təkidir, were yox, was olmalı. Yəni C variantı. Arkadaşlar, zaman uzlaşmasından əlavə mübtəda xəbər uzlaşmasına fikir verin. Is, are, was, were, have, has, do, does. Fiil, fiilis. While I was out. While olan testlərdə biz nə dedik? Bitmiş zamanlar səhvdir. Bura keçmişsə, burada keçmiş olsun, bu da keçmiş deyil. Təbii ki, daz olanda da S də düşməlidir. Did olanda id də düşməlidir. B və D, B və C arasında qalırıq. Yenə mübtada xəbər söhbəti var. Anyone üçüncü şəxsin təkidir. Törəmələrin hamısı, somebody, someone, anyone, no, hamısı, everything. Təkdə də were, cəm xəbər olunmur. Qalır nə? B variantı. Bunların diyorsan əyməmişəm. Neysə, italics'da olmalıdır. Since var burada. Gəl baxaq. Since biz nə dedik? Since'in bu hissəsi keçmişi göstərir. Bu tərəfdə də bitmiş zaman verməlidir. Bitmiş zaman da maşallah 3 dənədir. Have Z ilə uzlaşır. Has uzlaşmır. B, C arasına qalsız. Burada da nə var? İnkar var. Bir cümlədə iki inkar olmadığına görə qalır B. Deməli, buna da bu İncir söhbətlərinə də baxmaq lazımdır. When'in cümləsi gələcək, bitmiş zaman olmur. Keçmişlə indiki zaman uzlaşmır. Keçmişlə keçmiş uzlaşır, qalır. E variantı tərcümə eləməyə ehtiyac yoxdur. While olan testlərdə harda bitmiş zaman görürsünüzsə, həmin variantlar nə olacaq? Səhv olacaq və indi keçmiş eləməliyəm. B variantı indidir, swam, keçmişdir, səhvdir. D variantı played, keçmişdir, is indidir, səhvdir. Was playing, was swimming, cavab qalır. E variantı, yəni keçmiş. Ola bilər tərcümə eləyəsən, tərcümə düz gəlsin, amma diqqətli olun. Zaman uzlaşması səhv olandan sonra tərcümə eləməyin mahiyyəti yoxdur. While olan testlərdə, arkadaşlar, bitmiş zamanlar həmişə nədir? Səhvdir, bitmiş və gələcəkləri. İndi ilə keçmiş uzlaşmır. Keçmişlə indi uzlaşmır. Keçmişlə keçmiş uzlaşır, qalır. İndi deyəcəksiniz, ay müəllim, ridin də keçmişi. Rid də elə indiki zamanda budur da. Bəli, indiki zamanda budur. Amma mübtəda üçüncü şəxsin təkində olanda fiil nə qəbul edir? S. Deməli, bu hansı zamandadır? Keçmişdədir ki, keçmişi də bu cürdür. S qəbul eləmir. Deməli, bu keçmişdir. İzdə indidir, uzlaşmadır. When olan testlərdə, gəl baxaq. When'dən sağda, belə baxaq. When'dən sonra gələcək zaman gəlmir. 3-dən 5-ə çıxdım. İndi gəlir, gələcəklə uzlaşır. Keçmiş gəlir, keçmişlə uzlaşır. Keçmiş gəlir, gələcəklə uzlaşmır. Qalır nə? 1-2 A variantı. Yəni, bağlayıcı hardadırsa, oradan gəlin. Bu bağlayıcı buradadır. Deməli, buradan gələcəm. Yəni, bura baxacam. Yerlərini kasoy baxmayaq. When'dən sonra gələcək zaman gəlmir. Yəni, bura baxmıram. İkinci tərəfə baxıram. Çünki bağlayıcı bu yandadır. Tamam mı? Okey. Keçmiş, indi gələcək. 1-2 düz gəldi.
Bu nədir? İndi 5 də düz gəldi. Cavab oldu nə? E variantı. When-dən sonra xəbər bitmiş zaman, gələcək zaman gəlmir. Gələcək həm də gələcək ilə də uzlaşmır. Orası da aydındır. Bitmişlə də uzlaşmır. Burası da aydındır. Bu indidir, bu keçmişdir. Bu indidir, bu keçmişdir. Leave, left. Leaving, left onun keçmişidir. Və yaxud hansı söz qaydasızdır, hansı keçmiş, hansı indidir. Yadınızdan çıxıbsa fikir verin. Belə buradan deyim. Arkadaşlar bu ruskadan zəhləm getdi. Temadan sifariş verilən hər cür ruska. Neyse, will digər variantlardan kömək ala bilər. Will'dən sonra fiilin həmişə birinci forması, yəni indiki zaman forması gəlir. Buna bitişir ki, bu gələcək yol. Deməli, bu indiki zaman deyil. İndiki zaman live forması. Ya da ing qəbul edən həmişə indiki zaman forması. Anlata bilim nə demək istəyirəm. Yəni, oradan tuta bilərəm ki, birinci forma hansı, yəni indiki zaman forması hansı. Fiilin birinci forması bax bu. İndiki zaman formadır. Bunu yadda saxlayın. Neyse, qalır E variantı. Bu bizlikdir. As soon as-dən sonra gələcək zaman gəlmir. Mən bura nə verim ki? Burada gələcəklə uzlaşdım. İndi verə bilərəm. B düzdür. Keçmiş verə bilmirəm. Üçüncü şəxsin təkidi. She, S olmadığına görə E variantı da nədir? Səhvdir. İndi bura baxaq. Bağlayıcım if-dən sonra gələcək gəlmir. Bu tərəfdə gələcək var. Deməli, mən bura indi verməliyəm ki, cavab da budur. E variantı. Bura gələcək olsun. Bunun S yoxdur. Çünki boss təkdədir. S qəbul eləməli. Bu da keçmişdir, uzlaşmır. Cavab olur nə? E variantı. When-dən sonra gələcək zaman gəlmir. Keçmiş bu indi. Bu indi, bu keçmiş. When, till, as soon as, before. Bunlar olan testlərdə have, has həmişə nədir? Həm də səhvdir. Bu keçmiş. Bu indi uzlaşmır. İndi uzlaşır. B variantı. When-in cümləsi keçmiş olduğuna görə mənə keçmiş lazımdır. Bu keçmiş deyil. Did-dən istifadə edəndə used to feilindən id düşməlidir. Used to həmişə to ilə işlənməlidir. Olmadığına görə səhvdir. Used to həmişə to ilə işlənməlidir. Olmadığına görə səhvdir. Qalır nə? C. Yəni used to play basketball. Basketball oynayardım. When-in cümləsi keçmişdir. Yenə də keçmişsə mənə indiki zaman lazım deyil. Do, don't bunlar indiki zamandır. Did-dən istifadə edəndə təbii ki id düşməlidir. Okay. To-nu burada verdiyinə görə çalışmayaq. Buna aiddir. Did-dən istifadə elədi. id düşdüyünə görə cavab olur nə? B variantı. Bura gələcəksə if-dən sonra mən nə verməliyəm? Wait. Esnə. If-dən sonra nə verirəm? İndiki zaman. Keçmiş belə bilmirəm. If-dən sonra gələcək onsuz da gəlmir. Won't, will not deməkdir. Will'in inkarıdır. Tom üçüncü şəxsin təkində S qəbul edib. Burada da olmadığına görə səhvdir. Cavab da qalır A variantı. If-dən sonra mən nə verim ki, burada gələcəklə uzlaşsın. If-dən sonra gələcək və gəlmir. Keçmiş də gəlib gələcəklə uzlaşmır. Üçüncü şəxsin təkində S-i yeməyin, S-i yazanda da yeməyin. Tamam, şəkil təsvir eləyəndə də yeməyin. Cavab qalır E variantı. If-dən sonra mən nə verim? Gələcək zamanı uzlaşmır. Keçmiş versəm uzlaşmır. If-dən sonra gələcək ümumiyyətcə gəlmir. Üçüncü şəxsin təkində have olmur. C, E variantı arasına qalıram. Have burada malik olmaq deməkdir. Yadda saxlayın. Var deməkdir. Var da davam edicidə işlənmədiyinə görə qalır nə? C variantı. Yəni öz maaşı olsa, öz maaşını alsa, özünə yeni don alacaq. Belə demək istəyir. If-dən sonra gələcək gəlmir. Keçmişlə gələcək uzlaşmır. Qalır E. Yenə də vorun keçmiş olduğunu haradan bildik? Deyək ki, mən qaydası feilləri bilmirəm. Will-dən sonra bu feil gəlib ona görə. If-dən sonra gələcək gəlmir. İndi gələcəklə uzlaşır. C variantı. İndi keçmişlə uzlaşmır. Keçmiş indi ilə uzlaşmır. Qalır yenə də C variantı. After'dan sonra baxaq, bitmiş və gələcək zaman gəlmir. Keçmişlə uzlaşır. Keçmiş indi ilə uzlaşmır. İndi gələcəklə uzlaşır. 1-3 D variantı. After'dan sonra baxaq, gələcək və bitmiş zaman gəlmir. İndi gələcəklə uzlaşır. Keçmiş indi ilə uzlaşmır. Keçmişlə uzlaşır. Qalır 1-3 D variantı. After'dan sonra baxaq, gələcək gəlmir. Keçmiş gələcəklə uzlaşmır. Keçmişlə uzlaşır. Cavab da A variantı olaraq qalır.
While olan testlərdə biz nə dedik? Biz dedik ki, bitmiş və gələcəklə hamısı səhvdir. Burada da elə bir şey vermədiyinə görə gəl belə eləyək. Keçmişlə indi uzlaşmır. İndi ilə keçmiş uzlaşmır. Keçmişlə keçmiş uzlaşır. Cavab C ola bilər, amma olmayacaq. Keçmişlə keçmiş uzlaşır. Cavab D-dir. Niyə C variantı? Çünki A ilə qız adıdır. A ilə ay. Were olmur. I was olur. Ona görə. İndi bu indidir, bu keçmişdir. Ölüm hortdan bildiniz və yaxud bunu izah etdi. She üçüncü şəxsindəkində read as qəbul edir. Eləməyibsə, deməli bu keçmiş zamandır. Keçmişlə də am, yəni indi uzlaşma. Am is are indidir. Was were keçmiş, do does indidir. Did keçmiş, have has indidir. Had keçmiş, will gələcəkdir. İndinin gələcəyi, would keçmişin gələcəyidir. While olan testlərdə okay. Keçmiş indi, keçmiş indi, keçmiş indi, indi, keçmiş. Gəl baxaq. We discuss, we were. Düzə, the teacher observes. S olmadığına görə səhvdir, qalır nə? E var. Baya S söhbətləri var. Bu iki topluduğuna görə bu S söhbətinə imtahanda daha diqqətlə fikir verin. Mübtəda xəbər uzlaşmasında fikir verin. Məchul növdə fikir verin, modalda fikir verin, bir də burada mütləq şəkildə fikir verin. If it, yəni xəbərin içində verirsə. If-dən sonra would, will, perfectlər gəlmir. Mən bura nə verim? Gələcəyin uzlaşsın, keçmiş yox, indi verməliyəm, D variantı. If-dən sonra mən nə verim? Tomorrow-ya fikir vermin. Bağlayıcılar olanda tomorrow, zaman zərfinə baxmayın, uzlaşmaya baxın. Keçmişlə gələcək uzlaşmır. If-dən sonra gələcək zaman gəlmir. Okay, iki variant arasında qalıram. Burada bir problem var. Niyəsini deyəcəm. İkisi də düzdür. Bu unreal'dır, bu real'dır. Sabah qar yağsa, qar adam düzəldəcəm. Sabah qar yağsaydı, qar adam düzəldəcəm. Burada ikisi də düzdür. Bu dimin öz səhvidir. Dim səhv eləmirəmsə yeni götürübdür. Amma C də düzdür. Məsələn, mən indi durmuşam, deyirəm ki, sabah qar yağsaydı, snowman düzəldim. Amma qar yağmayacaq. Sinoptiklərdə baxmışam, yağan deyil. Bir də bir aydan zaten sonra yağacaq. Anlatabildim mi? Amma mən bunu real kimi də deyə bilərəm. 2-3 günü qar yağıb dayanır. Deyim ki, sabah da yağsaydım, C düzəldərdim. Yağsa düzəldəcəm. Okey? Yəni bu C düzdür, yer. Bu özüm silmədim, əl vurmadım, olduğu kimi saxladım. Dimin öz testidir ki, olduğu kimi də işləyək. If-dən sonra mən nə verim? If you hit, tamam, A variantı düzdür. If-dən sonra gələcək zaman gəlmir. İstəyir will, istəyir would, fərqi yoxdur. If-dən sonra keçmiş verəndə gələcəyin uzlaşmır. If-dən sonra indi verəndə keçmişlə uzlaşmır. Qalır A variantı. If-dən sonra keçmiş verəndə will-la uzlaşmır. Won't, will, not deməkdir. Okay? Okay, if-dən sonra indi gəlib would-la uzlaşmır. Yəni future perfect in the past olmaz özüm. Bura past perfect olmalıdır. If-dən sonra indi gəlib would-la uzlaşmır. Yəni belə bir uzlaşma yox idi. 3 dənə zaten orada uzlaşma göstərmişdim. If-dən sonra gələcək gəlmir. If-dən sonra past perfect gəlib future perfect in the past-la uzlaşır. Düzdür. Əgər onlar vaxtında çıxsaydılar, yəni daha tez çıxsaydılar, avtobusu qaçırmazlar. Cavab E variantı. Sadəcə uzlaşmaya fikir verin, kifayət eləyir. Keçmişdən gələcək uzlaşmır. Keçmişlə would uzlaşır B variantı. If-dən sonra gələcək zaman ümumiyyətcə gəlmir. Keçmişlə gələcək uzlaşmır, qalır B. If-dən sonra indi gəlib keçmişlə uzlaşmır. Keçmiş gəlib. Bunu zaten cümlə, məşhur cümlədə hamı işlədir bunu. Yəni izahda var idi. Keçmişə gətirib would-la uzlaşdıra bilirsən. B variantı düzdür. Keçmişlə will uzlaşmır. İndi ilə would uzlaşmır. İndi ilə keçmiş uzlaşmır. If-dən sonra indi gəlib keçmişlə uzlaşmır. If-dən sonra keçmiş bitmiş, yəni past perfect-lə future perfect in the past. Yəni bu would üstəki verb 3 uzlaşır. İndi ilə would uzlaşmır. Gələcək ümumiyyətcə hər yerdə səhvdir. Keçmişlə gələcək uzlaşma. Belə bir uzlaşma yox idi. Zaten if-lə bağlı, yenə deyirəm, 3 dənə orada sizə uzlaşma, düstur vermişəm. A-nı saxlayacağım yadda. İndi ilə would uzlaşmır. Gələcək zamanlar ümumiyyətcə gəlmir. If-dən sonra will, would heç nə gəlmir. Ümumiyyətcə bütün bağlayıcılardan sonra, yəni nəinki will, would, bunlar gəlmir. Keçmişlə indi uzlaşmır. Amma keçmişlə would uzlaşır. Bu gələcəkdir, sorry. Qalır nə? A variantı. If-dən sonra gələcək gəlmir. Bunları çıxıq.
İndi ilə would uzlaşmır. Keçmişlə would uzlaşır. Keçmişlə will uzlaşmır. Baxın, had keçmişdi. Tamam mı? Amma haddən sonra fiil gəlsəydi, had been, had gone, bu bitmiş zaman olardı. Bu başqa şey. Bizə bu lazımdır. Since-dən sonra mən keçmişi seçməliyəm. Keçmiş, sadə, keçmiş, sadə. O da bitmişlə uzlaşır. Bitmiş də buradan C-dədir. Sinsin cümləsi keçmiş anlamına gəldiyinə görə mənə bitmiş lazımdır. Okay. 2 dənə bitmiş var. Bu bitmiş, bu da bitmiş davam edəcək. Yəni perfect, perfect continuous. Jack 3-cü şəxsin təkidir. Have yox, has olmalıdır. Qalır, deval. Mübtəda xəbər uzlaşması, 3-cü şəxsin təki, bunlara fikir verirsiniz. Yəni since olan hissə keçmişi göstərdiyinə görə bura bitmiş verməliyəm. D-E arasına qalım. Jane tək olduğuna görə have yox, has seçirəm. Cavab olur. D variantı. By the time cümləsi keçmişdirsə, mən bunu axtaracağım. Had üstə gəl, ver 3. Yoxdur, 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 var. Cavab olur A. By cümləsi keçmişi göstərir. Hardan bildim? Buradan 10-a kimi deyir. Həm də by'dan sonra lap gələcəkdəki 10 olsun deyək ki, burada yesterday yoxdur. Variantda will have axtaracaqdım. O da yoxdur. Deməli, mənə past perfect verdi. Hər nəysə, uzlaşdırası past perfect, yəni keçmiş bitmişlə. Hadlə. Had üstə gəl, ver 3. Və nəhayət, by the time'dan sonra indi gəlsə, ya da gələcək gəlsə, sorry, indi. Burada olacaq will have variantda mən elə bir şey görmürəm. Deməli, burada mən nə verməliyəm? Keçmiş. Ki, bu tərəf had üstə gəl 3 olsun. Keçmiş olmayan variantları çıxdım. Keçmiş, bu da had deyil, had üstə gəl 3 burada da. B variantı. Belə. Hələlik görüşərik.